Salam değerli izleyicilerimiz, hoş gördük her birinizi. Şükürler olsun Allah'a, xeyrxah xalqımızın sayesinde, xeyriyyətçi bacılarımızın, kardeşimizin sayesinde, Rövşən kardeşimizin her iki gözü əməliyyat oldu. Hoş gördük Rövşən. Hoş gördük. Gözlerin nətər görür indi? Çox əla. Mən Qərqarım, birinci sənə minnətdaram. Sağ ol, çox sağ ol. Allah analarını xoşbəxt eləsin. Sağ ol. Allah atana rəhmət eləsin. Ölənlərin rəhmət. Sonra bütün zəhmət çəkənlərə, başda Fira bacı, Topuş bacı, Ruslan və bütün nə qədər mənə kömək edənlərin hamısının Allah canını sağ eləsin. Çox sağ ol. Adı söyləməyən, mənim əməliyyatımı pul göndərən həmən şəxsə də özlərinin təşəkkürümü bildirirəm. Sənə işıqlı dünya verdi. Mənə işıqlı dünya verdi. Allah onu var eləsin. Amin. Allah nə qədər çətinliklər var aradan qaldırsın. Həmən dost tanış hamısının. Allah heç birini neyinin necəliyində qoymasın. Var olun əziz qardaşlar. Mən, qardaş bacılar, mən sizin hamınıza minnətdaram və axşam çəkilişimiz olacaq. Onda canlımız Saat olacaq. 10'da canlıda Allah'ın köməkliyi ilə onda hər birinizə bir təşəkkürümü bildirəcəm. Minnətdarlığımı bildirəcəm. Allah sizləri var eləsin. Sağ ol, çox sağ ol, çox sağ olsun. Sağ, maddi, mənəvi dəstək olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Allah hamısının canını sağ eləsin. Və axşam canlı yayımımız olacaqdır. Gözəl dostlarımız, qardaşlarımız, Rövşən qardaşımıza bir dənə qəşəng krafat alacağıq. Kimin gücünə çatırır, köməklik eləyər. Rövşən qardaşımıza bir dənə krafat alaq. Yəni görürsünüz də krafat qırılıb, təmiz əldən düşüb, altına kubik qoyuşdu. Sağ olsunlar. Şükürlər olsun Allah'a. Artıq Rövşən qardaşımızın hər iki gözü elə bil 18 yaşında cavan oğlan gözüdür. Görür. Allah sizləri var eləsin. Sağ ol. Öpürəm hər birini. Sağ ol.